Axşamınız xeyir olsun dəyərli izləyicilər. Bir vacib xəbəri diqqətinizə çatdıracağım. Üstə gəli bir dəfə vurun və kanalımıza abunə olun zəhmət olmasa. Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək. Bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq bu ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır. Heydər Əliyev prospektindən Babək prospektinə gedən yol ötürücü üzərində, Ziya Bünyadov prospektində, yəni Koroğlu metro stansiyası istiqamətində işlərin icra tarixi və müddəti də var. 9 aprel saat 23:00-dan 10 aprel saat 7-yədək, 10 aprel saat 23:00-dan 11 aprel saat 7-yədək. Demək dəyərli izləyicilər, göstərilən tarixlərdə Heydər Əliyev prospektindən Babək prospektinə gedən yol ötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Ziya Bünyadov prospektində isə Koroğlu metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Paylaşın ki, hamının xəbəri olsun.